TV xəttin yeri var. Hal-hazırda qonaq otağından çəkilişə başlamışıq. Yeni Bakının arxa tərəfi, Masazır qəsəbəsində sizlərə 3 sot torpaq sahəsinin üzərində 139 min manata Kupçalı torpağın da çıxarışı var, evin də çıxarışı var. Dəyərli dostlarımız, 4 otaqdan ibarət gözəl, super təmirli sizlərə mülk təqdim edəcəyik. Mülkümüzün həyətyanı sahəsi ilə videomuzun sonunda tanış olacağıq. Hal-hazırda qonaq otağından çəkilişə başlamışıq. Bütün istilik sistemlərin xətti otaqların hamısında var. Modern üslubda inşa olunmuş pəncərə sahəsi, şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Çox gözəl bir dekor işləmələri işlənilib. TV xəttin yerlərinə kimi hamısı çəkilib. Digər tərəfdə də var. Burada TV xəttin yeri də var. Dəyərli dostlarımız, gözəl bir əl işləmələri ilə işləmə fiqurlar düzəldilib. Dəhliz vasitəsidir, dəhlizdən otaqlara bölgülərdir. Dəyərli dostlarım, dəhlizdə gözəl güzgü işləmə sahəsi yaradılıb. Girişdən solda mətbəx sahəsi yerləşir. Mülkümüzün qiyməti 139 min manatdır. 3 sot torpaq sahəsinin üzərində 4 otaqlı sizlərə bir mərtəbə mülk təqdim edirik. Birinci yataq otağından tanışlığa başlayırıq, dəyərli dostlarımız. Dəhliz vasitəsilə bir daha qeyd edirəm, bölgülərdir. Dəhlizdən solda ikinci yataq otağı yerləşir. Təqdim eləyək, gözəl bir işləmələrlə işlənilib. Taxt kravat sahəsinin üzərinin işıqlarına kimi. Burada yerləşir sanitar qovşaq. Dəyərli dostlarımız, duş kabin üçün yerinə kimi ayrılıb. Hər iki tərəfin kanalizasiya sistemləri quraşdırılıb, tamamilə hazır bir vəziyyətdədir. Mərkəzidir, tavan sahəsində asma işləmələrdir. Üçüncü yataq otağı ilə tanış oluruq. Hər bir otağın kravat sahəsinin üzəri gözəl spot lampalarla işlənilib. Mən çox istərdim ki, bir daha qonaq otağını təqdim eləyək, keçək həyətyanı sahəyə. Buradan təqdimat eləyək, dəyərli dostlarımız. Gözəl bir qonaq otağı sahəsi var və keçirik həyətyanı sahə ilə tanışlığa, dəyərli dostlarımız. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Səhifəni bəyənib, like etməyi unutmayın. Gəl. 6 daş yerdən kürsüdədir. Həyətyanı sahə tamet daşlarla örtülüb. Sağ və sol tərəflərdə güdsək əkmək üçün bostan sahəsi, yaşıllıq ayrılıb. 2 ədəd krant sahəsi var. Gecə həyətyanı sahənin işıqlandırılması üçün plafonlarına kimi qoyulub. Kanalizasiya, dəyərli dostlarımız, darvazanın ağzında kanalizasiyanın trapları da çəkilib. Mərkəzi giriş darvazasıdır. Həyətyanı sahəsinə bir neçə avtomobil daxil etmək mümkündür. Gecə həyətin və evin üst fasadının işıqlandırılması üçün plafonları da vurulub. Padval sahəsinə də giriş kodu var. Ayaq üstə gəzmək mümkündür. 139 min manata 517 nömrəli marşrut xəttinə çox yaxın bir məsafədə yerləşir. Gələn videolarda sağ olun, sağlıqla qalın.